Salam əziz beşincilər. Bugünkü dərsimiz toplu isimlər. Gəlin cümlələrə diqqət edək. Cümlələrin tərkibindəki isimləri seçin. Onların tək ya cəmdə işləndiyini müəyyən edin. Birinci cümləmiz. Şagirdlər tapşırıqları yerinə yetirdilər. Bu cümlədə iki isim işlənmişdi. Şagirdlər və tapşırıqları. Hər iki isim cəmdə işlənib. İkinci cümləmiz. Ağacın yarpaqları yamyaşıl idi. Ağac ismi təkdədir, yarpaqları isə cəmdə işlənmişdi. Çəmənlikdə kəpənəklər, xallı böcəklər uçuşurdular. Çəmənlikdə isimdir, kəpənək, böcək də. Çəmənlik ismi təkdədir, kəpənəklər, böcəklər isə cəm formada işlənib. Dördüncü cümləmiz. Otağa daxil olan sərin meh xoş ovqat yaradırdı. Bu cümlədə isə bütün isimlər təkdə verilmişdi. Yəni otağa, meh və ovqat sözləri tək formada verilmişdi. Növbəti tapşırığımız. Hansı şəkilçilər cəm şəkilçisi qəbul edə bilmir? Diqqətli olaq. Müəllimlik sözüdür, peşə bildirir. Riyaziyyat, həkimlik, sədaqət, səadət və məsuliyyət. Digər sözləri isə cəm şəkilçisi qəbul edə bilər. Məsələn, şagirdlər, xəyallar, hekayələr, hərflər, ustalar, yarpaqlar, qaymaqlar, atlar, mətnlər, dağlar, yollar və ağaclar. Növbəti tapşırığımız. Verilmiş cümlələrdə hansı isimlər cəm şəkilçisi qəbul etməsə də çoxluq bildirir? İlxıda bir-birindən gözəl atlar vardı. Çoban sürünü yaylağa apardı. El bir olsa dağ oynadar yerindən, düşmən qoşunu geri çəkilməyə başladı. Deməli, yadda saxlamalıyıq ki, elə isimlər var ki, cəm şəkilçisi qəbul etmədən çoxluq bildirir. Bu cür isimlər toplu isimlər adlanır. Məsələn, cəmaət insanların çoxluğudur, ordu hərbiçilərin, əsgərlərin çoxluğudur. Toplu isimlərdə cəm şəkilçisi artırmaq mümkündür. Məsələn, xalqlar, dəstələr, ordular və s. Yalnız cəmaət və əhali sözləri cəm şəkilçisi qəbul etmir. Növbəti tapşırığımız. Cərgələrdəki toplu ismi müəyyən edin. Birinci cərgəyə diqqət edək. Kitab, şagird, xalq və çanta sözləri verilmişdi. Təbii ki, birinci sırada xalq sözü topluluq bildirən isimdir. İkinci sırada əhali, usta, mahnı və həkim sözləri verilmişdi. Bu sırada isə təbii ki, əhali sözü istisnadır. Çünki əhali topluluq bildirən isimdir. Üçüncü sırada qələm, dipçək, meşə və naxır sözləri verilib. Burada isə naxır sözü fərqlidir. Çünki naxır iri buynuzlu malqaranın çoxluğudur. Növbəti tapşırığımız uyğunluğu müəyyən edək. Bizə verilmiş sözlər inək, qarışqa, qoyun və at sözləridir. İnək çoxluğu naxır adlanır, qarışqa çoxluğu koloniya, qoyunların çoxluğu sürü, atın çoxluğu isə ilxı adlanır. Beləliklə, toplu isimləri də öyrəndik. Sağ olun, gələn dərslərimizə qədər.